Xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağı Ləhəş bağlarında çoxyanlı torpaq sahəsinin üzərində bax belə bir modern tipli həyət evimiz vallahi qismanın bütünə bərəkət versin, istədiyim mülkə sahib olsun inşallah. Həyətə təqdim edirik sizə. Evin torpağın çıxarışı və paket qutçulan qeydiyyat üçün həm paket üçün yararlıdır. İlk gün olaraq qiymət 130 min manat. Reallıq olası endirim olunacaq. Və onu da nəzərinizə çatdıraq ki, istipolda inşallah həyətə təqdim edirik sizlərə. Evin ön hissəsini göstərərək, qabaq hissəsində terası var, mətbəxə giriş və mətbəxdən çıxış. Sağ və sol hissələrinə rahat bir şəkildə keçidi və işıqlandırması sağ və sol hissələrində. Və solda bisetkası, belə deyək, yer bisetkası və manqalnicisi. Giriş hissəsində göstərək sizə jalüz qapısı. Balaca jalüz böyük və həyətdə sanc yeri. Və keçək. Bir dənə bu tərəfdən, sol tərəfdən göstərək və sonra keçək evin içərisini. Təqdimatını inşallah sol hissəsində sizlərə göstərək və evin içərisinə rahatlıqla keçmək olur, yəni keçid eləmək olur. Və keçid içərisinin təqdimatını inşallah sizlərə təqdim edək. Buradan da hələ bir göstərək izləyicilərimiz giriş hissəsini tam izləyə bilsinlər, zəhmət olmasa. Və keçək içərisinin təqdimatını inşallah. Qeyd etdiyimiz kimi içəri istipoldan ibarətdir. İnşallah zal hissəsini təqdim edək sizlərə. Zal hissəsidir. Burada yataq otağımızdır. Birinci yataq otağımızdır. İkinci yataq otağımızı təqdim edək. Və ən əsası mətbəx, geniş bir mətbəx var. Mətbəx hissəsini təqdim edək sizlərə və qeyd etmişdik. Terasa giriş çıxış. Və sanc yerini göstərək. Sanc yeri hazır bir vəziyyətdədir. Stipol moydadır. Duş kabinetinə qədər qoyulur. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağı Ləhəş bağlarında bir çoxyanlı torpaq sahəsinin üzərində inşa edilib. 1 zal 2 yataq, 1 mətbəx, bir sanc yerindən ibarət evin torpağın çıxarışı və paket qrupçadan qeydiyyat üçün ipoteka üçün yararlıdır. İlkin olaraq qiymət 130 min manatdır. Reallıq olası ev sahibi tərəfindən endirim olunacaq və səhifəmizi izlədiyi üçün Məşdağı Əmlak Əməkdaşları rəhbərliyinin sizə dərin təşəkkürümüzü bildiririk.